Salam dostlar, bir daha hər birinizi xoş gördük. Uğur sınaq testlərinin 10-cu sinif üzrə buraxılışına baxırıq. Choose the line of plural nouns, yəni cəm isimlərdən ibarət cərgən seçmək lazımdır. Phonetics, gentry, deer. Phonetics, fonetika, gentry, zadəganlar, deer isə marallar deməkdir. Bu iki söz cəmdədir, gentry, deer. Lakin phonetic sözü cəmdə deyil. Baxmayaraq ki, onun sonunda s var. Biz onu cəm şəklində götürməyəcəyik. Ona görə A variantını atırıq. Behavior, father-in-law, mistakes. Behavior, davranış, father-in-law, qaynata, mistakes, səhvlər deməkdir. Burada təkcə cəmdə olan mistakes sözüdür. Davranış təkdədir, father-in-law, qaynata təkdədir. Magazines, stockings, cattle. Magazines, mağazinlər, stockings, uzun corablar, cattle isə malqara deməkdir. Və nəzərinizə çatdırım ki, cattle sözü, yəni malqara ingilis dilində həmişə cəmdə hesab olunur, ümumi isimdir. Ona görə də biz düzgün cavab kimi elə C variantını götürəcəyik. Geese, radish, optics. Geese qazlar deməkdir. Radish isə turpdur. Opticsdəki bilirik ki, bu eynəklərlə əlaqəlidir. Optika deməkdir. Burada geese sözü doğrudur, o yəni cəmdədir. Lakin radish, turp və optics isə təkdə hesab olunur. Newspaper, wardrobe, backpack. Newspaper, qəzet, wardrobe, qardırob, backpack isə arxaya atılan çanta deməkdir. Bunların hər üçü təkdədir. Ona görə də biz bu variantı da silirik. Belə ki, biz B variantını atdıq, D-ni də atdıq, yenə də atdıq və düzgün cavab kimi C variantını götürürük. Keçirik positive case. Positive case yiyəlik hal deməkdir və biz bilirik ki, ingilis dilində yiyəlik hal apostrof S və ya S apostrofla düzəlir canlıları, cansızlar isə of ilə düzəlirlər. Lakin ingilis dilində apostrof S ilə istifadə olunan bir çox sözlər var. Məsəl üçün, biz bura həzi nümunə kimi göstərə bilərik, has və ya izi nümunə kimi göstərə bilərik, is. Was da hətta ingilis dilində apostrof S kimi yazıla bilər, yəni qısaldıla bilər. Yəni bu sözlərin hər biri ingilis dilində apostrof S versiyasına düşə bilir. Has da, is da, was da. Biz bilirik ki, yiyəlik halda apostrof S-dən düzəlir. Bəs biz necə ayıracağıq ki, bu apostrof S, məsəl üçün, baxın buradakı yiyəlik haldır, yoxsa has-di, is-di, was-di. Bunu necə müəyyənləşdirəcəyik? Baxın, eyni zamanda burada da apostrof S var. Burada da gözümüzə çarpır və who's changed burada da var. Friends var, burada da var. Dostlar, yadımıza saxlayaq bu qaynanı. Əgər apostrof S-in yiyəlik hal olduğunu bilmək istəyiriksə, ondan sonra gələn sözə baxmalıyıq. Ondan sonra gələn söz isim olmalıdır. Mütləq şəkildə. Apostrof S-dən sonra əgər isim gəlirsə, onda bu yiyəlik haldır. Gəlmirsə, onda bu üçündən biridir. Has, is, was-dan biridir. Baxaq, Mike's responsible for everything he has done. Responsible məsuliyyət deməkdir. Yəni, Mike responsible for everything. Mike'ın məsuliyyəti var for everything, hər şey üçün. He has done, elədiyi. Yəni, Mike'ın elədiyi hər bir şey üçün daşıdığı bir məsuliyyət var. Burada görürük ki, Mike has istifadə edirik. Çünki tərcüməyə əsasən var kimi tərcümə edirik. I met my father's friend yesterday. Father's friend. Baxın, friend sözü gəlib. Friend isimdir. I met my father's friend yesterday. Cümlə tərcümə eləyərkən görürük ki, mən görüşdüm atamın dostuyla dünən. Atamın dostu tamamilə yiyəlik haldır. Azərbaycan dilində də bu belə gedir, belə səslənir. Ona görə də biz bu variantı da doğru kimi götürürük. Yəni B variantı bizim üçün doğru variantdır. Baxaq digər variantlara ki, onlarda problem nədir? Rob's going to join the contest next week. Dostlar, burada next week var. İndi biz zamanlar sizdən keçməmişik, lakin keçəndə siz görəcəksiniz ki, going to, yəni going getmək deməkdir. Okay, bunu hamı bilir. Amma going to acaq əcək mənasında istifadə olunur. Yəni will sözünün bir növ sinonimi kimi deyə bilərik. Sadəcə going to gələcək zamanı planlaşdırarkən istifadə etdiyimiz bir feildir. Yəni köməkçi feildir, belə deyək. Rob's going to join the contest next week. Yəni Rauf müsabiqəyə qatılacaq gələn həftə. Buradakı apostrof sizə izi bildirir. Niyə görə? Çünki going to köməkçi feil hesab olunur. Yəni bir feil
kimi biz bugün götürürük. Biz isə deyirik ki, apostrof S-dən sonra mütləq ism olmalıdır. Ona görə bu variantı da atırıq. A variantını burada kəsək. Who's changed the schedule this month? Who's changed? Dostlar, change dəyişmək deməkdir və bunun sonunda id-dən zaten bizi görürük ki, bu bir feildir, keçmiş zamanda olan feildir və bilirsiniz ki, feillər də qaydalı, qaydasız olmaqla iki yerə bölünür. Yəni regular and irregular. Who's changed? Yəni kim dəyişdirib the schedule this month? Cədvəli bu ay. Burada apostrof S onun has olduğunu göstərir. Niyə görə? Çünki has perfect zaman düzəldir. Yəni ki, present perfect indiki bitmiş zaman Azərbaycan dilində desək, onun düsturu have has üstəgəl participle to-dur. Burada da apostrof s has'dir. Niyə görə? Çünki participle to-muz var burada. Soruşa bilərsiniz ki, bu was da ola bilərmi? Bəli, was da ola bilərdi, lakin bir şərtlə ki, burada bir by da olsun. Çünki was olsa bu anda passive voice olacaq. Nəysə, bu sonraki mövzulardır. Bunlar yəni yuxarı səviyyə olan mövzulardır. Biz hələ ki bu passive case falan öyrənək. Ondan sonra daha ətraflı digər mövzulara da keçəcəyik. Who's changed the schedule this month? Buradakı apostrof səsi bildirir. Y variantında his friends fond of playing basketball. Apostrof S-dən sonra fond of gəlir. Fond of bəyənmək deməkdir, xoşlamaq, bəyənmək. His friends fond of playing basketball, yəni onun dostu basketbol oynamağı sevir. Dostlar, fond of dediyim kimi bir feildir. Apostrof S-dən sonra da feil gəlirsə, bu gəlik hal deyil. Ona görə də biz bu variantı da silirik. Düşürük aşağı 58-ci testə. 58-ci testdə deməli mən görürəm a lot of petrol stations. Burada a lot of var. A lot of bilirik ki, sayılan cəmlə və sayılmayan təklə istifadə olunur. Burada da sayılan cəmi görürəm, çünki sonda S var. S-larda şəkilçisidir, cəmə bildirir. Petrol stations tamamilə doğrudur. A lot of petrol stations. Okeydir bu variant. Bunu işarə eləyək ki, götürək. 2-də a little spring water. A little isə bilirik ki, sayılmayan təklərlə istifadə olunur. Ona görə də biz bunu doğru götürürük. Niyə görə? Çünki water sayılmayan ifadədir. Yəni su sayılmır ingilis dilində. Ona görə biz ikinci variantı da doğru kimi işarə eləyirik. 3-də enough piece of knowledge var. Piece of knowledge, knowledge yəni bilik deməkdir. Piece of knowledge-dəki bilik, belə deyək, müəyyən qədər bilik mənasını daşıyır. Enough piece of knowledge-da müəyyən qədər bilik, yəni kifayət qədər bilik mənasını bildirir. Lakin məsələ nədən ibarətdir? Biz of-dan qabaqki hissəyə baxmalıyıq, piece sözünə. Enough, belə deyək, özündən sonra plural tələb eləyir, yəni cəm. Ona görə də piece-in sonuna bir S olmalıydı, lakin S yoxdur. Enough pieces of knowledge. Ona görə biz üçüncünü atırıq. Yəni, bunu yadımızda saxlayaq ki, enough-dan sonra mütləq isim cəmdə gəlməlidir. Lakin burada təkdədir. Atdıq. 4-də only few heavy bags. Burada heç bir problem yoxdur. Yəni, few heavy bags tamamilə doğrudur. Lakin only hissəsində yüngülvari problem var ki, burada artiklı istifadə olunmalıydı. Çünki only a few ilə işlənir. Only few ilə yox. Only a few, baxın burada qeyd eləyək bunu. Bax, bu şəkildə əgər olsaydı, only a few, o zaman bu doğru kimi götürülərdi. Lakin only few-dur, ona görə səhvdir. Bizim cavabımız isə olur, belə ki, baxaq, 1-2A variantı. Doğru cavab budur. Keçirik 59-cu testə. The manager is waiting outside in Spanish. Dostlar, burada fokuslanacağımız məqam bax budur, the manager. Manager şəxsdir. Şəxs olduğuna görə mən təbii ki, Y variantına Y atıram və which-i də atıram. Whom, who, whose, bunlar hər ikisi okey, canlılarla istifadə olunurlar. Lakin məsələ bundan ibarətdir ki, who's-dan sonra mən mütləq isim verməliyəm. Okey, yəni who's-dan sonra mütləq isim gəlməlidir. Burada indi yaza bilsəm yazacağım. Who's-dan sonra mütləq, baxın, isim istifadə eləmək lazımdır. Lakin burada biz görürük ki, is waiting-dir. Yəni, indiki davam edici zamandadır. Ona görə mən bunu da atıram. Dərhal, whom və who arasında qalırıq. Dostlar, burada variant olaraq isə who-nu götürəcəyik. Çünki who
özündən qabaq həm the manager var, yəni bir şəxs var bizim əlimizdə və həm də bu cümlənin mübtədasıdır. Okay? Home da bəzən cümlə mübtədası ola bilər, okay, aydın məsələdir, lakin o daha çox kimi, kimə mənasını bildirdiyinə görə tamamlıq kimi istifadə olunur. Lakin who cümlənin mübtədasıdır deyə o tam əvvəldə gedərək özündən sonra xəbəri tələb eləyir. Buna görə də C variantını götürəcəyik. I haven't heard about yesterday's accident. Dostlar, burada mənim nəzərimi çəkən haven't-dır. İlk növbədə haven't heard, yəni mən eşitməmişəm. Okay. Bu inkardadır. İnkarda olduğuna görə mən anında something atıram. Everydən sonra mütləq isim gəlməlidir. Lakin burada about gəlib. About prepositiondur. Haqqında, barəsində mənasını bildirir. Bəzən təxminən kimi tərcümə edə bilərik. Ona görə every'ni atıram, çünki every'dən sonra isim gəlməli idi. I haven't heard. Burada any və anything arasına qalırıq. Baxın, every üçün dediyim şey any-yə də keçərlidir. Yəni, any-dən sonra da isim gəlməli idi. Lakin burada da bir isim yoxdur. Ona görə mən variant, yəni A variantını atıram. Any olan variantı da atıram. Və saxlayıram təkcə C variantını. I haven't heard anything about yesterday's accident. Mən dünənki qəza haqqında heç nə eşitməmişəm. Keçirik 61. Kylie's sister was student in our class. Okay, bilirik ki, sifətin 3 dərəcəsi var. Adi, müqayisə, üstünlük dərəcəsi. Adi dərəcə, okay, bu barədə biz danışmışıq əvvəllər. Müqayisə dərəcəsi more ilə düzəlir çox hecalılarla. Tək hecalılarla sonra R artırırıq. Üstünlük dərəcəsində isə biz tək hecalı olarkən sifət önünə D, sonuna est şəkilçisini əlavə edirik. Çox hecalı olduqda isə the most sözünü həmin sifətin önünə artırıq. Burada nə etmək lazımdır? Bilirik ki, hər bir dərəcənin də öz sözləri var. Mən indi burada bütöv bir dərsi, yəni uzun-uzadı danışmayacağam. Sadəcə testdə nə varsa onu göstərəcəm. In our class, in varsa, yəni in ondan sonra da nəsə gəlirsə, məsəl üçün in the world, belə deyək, in the city deyək, məsəl üçün şəhərdə, dünyada, sinifdə və s. Biz mütləq üstünlük dərəcəsini verəcəyik. Niyə görə? Çünki o olduğu yerə görə bir belə deyək, üstün müqayisə aparmış olur. Yəni nə demək istəyirəm? Məsəl üçün bu cümləyə baxanda görürük ki, Kylie's sister was, bizim indi sifətimiz diligentdir. Diligent çalışqan deməkdir. Yəni Kylie'nin bacısı çalışqan idi sinifdə. Okay, mən ümumi sinifi nəzərdə tuturamsa, burada çox güman ki, Kylie'nin bacısını onun sinif yoldaşlarından ayırıram. Yəni Kylie'nin bacısını bir üst səviyyəyə qoyuram. Belə olduğu halda deyəcəm ki, yəni Azərbaycan dilini biz ən istifadə edirik. Yəni Kylie'nin bacısı ən çalışqan uşaq idi sinifdə. Okay, buna görə də mən the most əlavə eləməliyəm. Bayaq dediyim kimi üstünlük dərəcəsində çox hecalılarla the most, tək hecalılarla isə önünə D, sonuna est şəkilçisi artırılır. Burada the most qoyuruq, çünki diligent çox hecalıdır və the most ona görə qoyuruq ki, in our class, yəni o sinifdə hamıdan seçilir. Ən çox çalışqan tələbi odur, ən çalışqan tələbi odur. Məhz buna görə də D variantını götürəcəyik. Yəni dostlar, ən deyiriksə Azərbaycan dilində bu ingilis dilinə the most və ya təkcəlıdsa önünə D artiklı, sonuna est şəkilçisini əlavə edirik. 62-də Browns are richest family in the street. Baxın, elə indicə bundan danışırdım ki, sonuna est artırırıq təkcələrdə, çünki rich, zəngin, təkcəlı sifətdir. Önünə D artırırıq. Önünə D-nə deməli 100% qoyuruqsa, biz ikinci tərəfdə, çünki 2 dənə burada bizim gördüyümüz kimi boşluqlarımız var. İkinci tərəfdə mütləq D artiklını qoymalıyıq. Yəni cavab A deyil, D deyil, C də deyil, ya B-dir, ya da Y-dir. Baxırıq əvvələ, burada Browns sözü var. Browns bir ailəni bildirir və bu ümumilikdə bir ailəni ifadə eləyirsə, yəni bütün bir family haqqında biz danışırıqsa, onlar D artiklını qoymalıyıq. Deməli, bütöv bir ailədən söhbət gedirsə, D artiklı mütləq onun önündə olmalıdır. Ona görə də B variantı kimi cavabı işarə eləyirik. 63. We're outside if the rain. Deməli, burada bizə heç nə verilməyib, sadəcə if var. Okay, dostlar, bağlayıcılar varsa, bağlayıcılardan sonra biz heç vaxt gələcək zaman istifadə edə bilmərik. Baxın, mən bağlayıcılar olan cümlədə gələcək zaman olmaz demirəm.
bağlayıcı zaten iki cümləni bir-birinə bağlayır. Bağlayıcının olduğu cümlədə gələcək zaman istifadə edə bilmərik, amma olmadığı hissədə qoyarıq. İndi burada bir bağlayıcı varsa, demək bu cümlə mürəkkəbdir və if-dən sonra mən gələcək zaman istifadə edə bilmərəm deyə will görürəm burada. Sonra burada da görürəm, burada da görürəm. Yəni Y, D və A variantlarını dərhal silirəm. Əlimdə qalır B və C variantları. Deməli, burada shall görürük. Shall ingilis dilində artıq istifadə olunmur demək olar ki, onun yerinə bütün şəxslərdə biz will istifadə edirik. Yəni I və we də daxil olmaqla. Lakin bu testdə shall var. Biz yenə də bilirik shall nə deməkdir. O will kimi acaq-acaq mənasını bildirir. Elə isə baxaq. Demək, if-dən sonra dedik ki, will qoya bilmərik, atdıq, B ilə C qaldı əlimizdə. Baxaq zaman uzlaşmasına. Burada artıq zaman uzlaşması önəmlidir. Çünki bağlayıcılarla istifadə olunduqda bir cümlə, biz gələcəklə indikini, keçmişlə keçmişi uzlaşdıra bilirik. Baxın, təkrarlayıram, gələcəklə indiki, keçmişlə keçmiş. B variantında shall work var, bir də stops var. Shall gələcək zamandır, əla. Stop'un sonunda S də indiki zamandır, əla. Cavab elə B variantıdır. Dediyim kimi, gələcəklə indiki zamanla uzlaşdırırıq. Bəs niyə C olmur? Çünki shall gələcəkdir, Amma was artıq keçmiş zamandır və sonda ING-də onu bildirir ki, bu keçmiş daim edici zamandır. Yəni, bu bizə lazım deyil. Deməli, cavab oldu B variantı. Keçirik 64. Jordan's family to another city before. Burada before artıq mənim diqqətimi çəkdi. Və bir də burada to var. To another city, Bunları indi saxlayaq. Yəni, to olan hissəni saxlayaq, fokuslana before. Əsas bizə before lazımdır burada çünki. Before-un qaydası nədir, dostlar? Before əvvəlki testdə izahında da qeyd etdiyim kimi, before keçmiş bitmiş zamanı ilə keçmiş sadə zamanı uzlaşdırır, bir-birinə bağlayır. Yəni, before-un bağlayıcı kimi məqsədi, biz ümumilikdə bayaq danışdıq ki, bağlayıcılar gələcəklə indikini, keçmişlə keçmişi uzlaşdırır, aydın məsələdir. Lakin burada gələcəklə indiki zamandan söhbət getmir, çünki belə bir variant yoxdur burada. Ki, görək varmı? Var əslində, bəli. Baxın, Y variantı var, will var burada. Sadəcə before-dan sonra, yəni bayaq da qeyd etdiyim kimi, biz gələcək zaman istifadə edə bilmərik. Bağlayıcılardan sonra gələcək zaman olmaz. Baxın, C variantında da bu var. Ona görə C-ni atıram, Y-ni də atıram, çünki hər ikisi will istifadə ediblər. Qalır əlimizdə A, B, C variantları. Baxaq görək, burada uzlaşma pozulub məsəl üçün. Will gələcək zamandadır, was keçmiş zamandadır. Ona görə B variantını atıram. A variantında moved var, son id ilə bitib keçmişdir, Bir də had been born var, hansı ki bu da keçmişdir, biz başa düşdük. D variantında had moved, bir də was born var. Hər ikisi keçmişdir, aydın məsələdir. Lakin məsələ ondan ibarətdir ki, dostlar, before olan hissədə, before-dan sonra mütləq keçmiş sadə zaman istifadə etmək lazımdır. Before-dan əvvəl isə keçmiş bitmiş zaman qoyacağıq. Təkrarlayıram, before-dan sonra, yəni bu hissədə keçmiş sadə zaman, before-dan əvvəl isə keçmiş bitmiş zaman istifadə edəcəyik. Baxırıq ki, A variantı səhvdir bu baxımdan, çünki moved burada gəlmiş olacaq. Lakin bizə moved burada lazımdır. Ona görə A variantını atırıq və D variantını götürürük. 65. My little brother from the university 2 years ago. Burada mənim diqqətimi çəkir ago sözü. Ago keçmiş zamanın sözüdür və keçmiş sadə zamanın ifadəsidir. Yəni, keçmiş sadə zamandırsa, mən had-i atıram. Niyə görə? Çünki had keçmiş bitmişdir. Will ümumiyyətlə gələcək zamandır. Bunun bizə heç bir aidiyyatı yoxdur. Graduate. Sadə, indiki sadə zamandır. Bu da bizə lazımdır. Graduated, bax bizə bu lazımdır. Bunu götürürük. Bir də Y variantına fikir versək, ikinci dəfə bir keçmiş indiki sadə zaman verib. Yəni graduate'in sonunda S yoxdur, amma bunun sonunda S var. Bilirsiniz ki, indiki zamanda feillərin sonuna S yalnız üçüncü şəxs ilə istifadə olunanda, yəni üçüncü şəxsin təkində istifadə olunanda olur. Yəni ona görə Y variantını atırıq, qalır əlimizdə C variantı. I'm grateful your help.
Okay, grateful minnətdar olmaq deməkdir. Ümumiyyətlə to be grateful kiməsə təşəkkür eləmək, kiməsə minnətdar olmaq mənasını daşıyır və bu ümumilikdə bir ifadədir. Yəni to be grateful to somebody for something. Yəni kiməsə nə üçünsə minnətdar olmaq. Təkrarlayıram. To be grateful to. Baxın burada da qeyd edə bilərəm bunu. Bu ifadəni bu hissədə. To be yəni biraz burada yer açaq ki, daha çox yerimiz olsun. Demək to be grateful to somebody sözünün qısacasını bu yazacağam. Somebody for something sözünü də qısaca sımıtığı kimi qeyd eləyəcəm. Deməli, to be grateful to somebody for something. Yəni kiməsə nə üçünsə minnətdar olmaq. Okay, indi baxaq görək harda bizim bu to'muz var. Çünki to somebody deyirəm burada nəticədə. Görək atmaq olur, olur. Okay. Bir də for something deyirəm. Baxın. Demək, mənə lazımdır to və for. Və bunlar ikisi mənə gərəkdir. To'nu biraz qaraladım. Neybi yox. Burada da for var. Bax, bu iki hissə mənə vacibdir. Deməli, I'm grateful to you. Yəni, mən sənə minnətdaram. Okay. To-la olmayanları atırıq. A, D, Y getdi. Qaldı B ilə C. Burada da görürük ki, with var. Ona görə atırıq B variantını və götürürük C variantını. İndi baxaq ardına. I'm grateful to you. Yəni, mən sənə minnətdaram. For your help. Köməyindən ötürü. Köməyin üçün. Və ya indi for üçün kimi bilirik. Deyə elə tərcümə eləyək. Düzü tərcümədə Azərbaycan dilinə ən yaxın məna hansısa o cür götürürük və nəzərə alsaq ki, ingilis dilində bir sözün bir çox mənası var. Ona görə biz maksimum ana dilimizdə necə yaxşı səslənirsə o cür tərcümə eləyirik. Lakin burada indi sizin anlamağınız üçün mən üçün kimi də bunu tərcümə edə bilərəm. Mən minnətdaram. I'm grateful to you. Sənin köməyin üçün. For your help. 67. They entered the hall together. Okay, burada nə istəməliyik? Choose the correct variant for all sentences. Okay, bütün cümlələr üçün düzgün variant seçməliyik. They entered, okay, the hall together. Deməli, onlar daxil oldular zala birlikdə. I'm not going to answer. Dostlar, bu bayaq dediyim going to'dur. Ki, burada bir yerlərdə sizə going to haqqında məlumat vermişdim. Baxın, belə, Ralph's going to. Bu arada going to'nu qısaca olaraq gonna kimi də oxuya bilərik. Ki, bu gonna, yəni going to, will sözünün, will, shall sözlərinin sinonimidir. Yəni, acaq-acaq mənasını bildirir. Yəni, burada məsəl üçün, Ralph's gonna join the contest next week deyə bilərəm. Yəni, gonna qısaldıb gonna deyə bilərəm. Hətta, Ralph's gonna join the contest next week. Burada da I am not going to'nu qısaldıb gonna eləyə bilərəm. I'm not going to demirəm. I'm not gonna answer deyəcəm. I'm not gonna answer your question. Okay, answer. You must respect. Respect deməli. Entered daxil olmaqdır. I'm not going to answer your question. Mən sənə suala cavab verməyəcəm. Answer cavab verməkdir. Question sual. I'm not going to da ki, mən eləməyəcəm mənasını daşıyır. I'm not going to answer, yəni mən cavab verməyəcəm. You must respect. Must məluməlidir. Biz modal fe'lər dərsini keçəndə mən sizə bunun haqqında izah eləyəcəm. You must respect. Respect hörmət eləmək deməkdir. Biz hörmət eləməliyik. The old. The old artıq yaşlılar deməkdir. Yəni, old bilirik ki, qoca sifətdir. Lakin D-ni buradan silsək, yəni o sifət olacaq. Amma the old gəldikdə o artıq substantivləşir, yəni isimləşir. Ona görə də the old yaşlılar deməkdir. Okay, biz burada testini eləməliyik. Dostlar, burada prepositionları görən variantlarda və siz bilirsiniz ki, hər bir feildən sonra bir preposition istifadə olunur və biz buna past positionları da deyə bilərik. Yəni, məsələ bundan ibarətdir ki, bu feillərdən sonra, yəni bu feillərin hər üçündən sonra biz preposition istifadə eləmirik. Okay, yəni entered, answered, respected, bunların üçündən sonra da preposition gəlir. Ona görə boş çoxluq. Cavab D variantı götürürük. Bu belə. 68. When we returned home, my father had gone to work. Okay, yenə də home məsələsi niyə görə yenə deyirəm? Çünki əvvəlki dərsimi izləmişsinizsə, orada da mən bu barədə danışmışdım. Demək, go home, gəlin qeyd eləyək burada. Baxın dostlar, go home və ya return home. Return qayıtmaq deməkdir.
return home. Yəni bunlar to-suz istifadə olunur. Okay, biz bilirik ki, to indi istiqamət bildirir. Lakin biz sırf go, return dedikdə home sözünə, yəni ümumiyyətlə home sözünü to-suz istifadə eləyəcəyik. Home sözünə yanaşı bir çox belə sözlər var. Məsələn, there sözü var, ya here sözü var, bura, ora və s. kimi. Bunları da həmçinin to-suz istifadə eləyirik. Bu prosta belədir. To özündən sonra mütləq şəkildə bir yer tələb eləyir. Düzdür, ev də yerdir, amma o istisnadır. When we returned home, my father had gone to work. Yəni biz when nə vaxt ki deməkdir. Biz bunu daha dəyişik şəkildə kimi tərcümə edə bilərik. Feilin sonunu artıraraq. Məsəl üçün tərcümə belə olacaq onda. When we returned. Biz qaydanda. Okay? When, yəni sondakı da şəkilçi. Biz qaydanda, daki da, when-də. When we returned, biz qaydanda evə, home, my father had gone to work. Mənim atam işə getmişdi. Okay. Biz dedik ki, deməli returned-dan sonra heç nə olmayacaq. Yəni to yəni istifadə edə bilərdik burada təkcə. Yəni bu variantlar arasında tək ağla sığan bir dənə to-dur. Lakin to-nu da biz götürməyəcəyik. Bayaq dediyim səbəbdən go home, return home bunlar to-suz istifadə olunur. Ona görə də cavab olaraq boşluq verəcəm. When we returned home. Yəni for, on, with bunlar ümumiyyətlə müzakirə olunmayacaq bir variantlardır. Çünki bunların heç biri istifadə olunmur burada bu situasiyada. Biz yalnız to qoya bilərdiksə, onu da izah elədim ki, niyə görə to olmaz. 69. A thousand refugees, thousands of refugees, 3,000 refugees və thousands of refugees. Refugee qaçqın deməkdir ümumiyyətlə. Burada məsələ nədən ibarətdir? Demək, a thousand refugees. Bu doğrudur. Çünki article-la mən istifadə edirəm. A thousand, 1000 refugees qaçqınlar. Okay, tamamilə doğrudur. Heç bir səhvlik yoxdur. 2-də thousand of refugees. Burada artıq article gedib. Thousand of refugees şəklində olur. Ki, belə bir şey olmaz. Yəni. Baxırıq 3-ə. 3,000 refugees. Yəni 3000 qaçqın. Dostlar, burada 3 varsa, mən milliklərlə istifadə eləyəndə bu s-i deməməliyəm. Okay? 3,000 refugees. Bu şəkildə olmalıydı. Ona görə 3-ü də atıram. Baxıram 4-cüyə thousands of refugees. Baxın, burada artıq article-ın istifadəyə ehtiyac yoxdur. Niyə görə? Çünki thousand sonunda 10 s var. İkincidə isə mən article-ını qoymalıydım. Baxın, eynən buradakı kimi olmalıydı. Amma belə bir şey yoxdur və plus da of-la gəlib. 4-də thousands of refugees, minlərlə qaçqın tamamilə doğrudur. Article-da verilməyib ki, səhv olsun. 1-4 götürəcəyik C variantını. 70. 100 manats, newspaper, polluted cities, piece of chalk. Newspaper, gazet, polluted cities. Pollution ümumiyyətlə çirk deməkdir. Polluted də çirklənmiş. Cities də şəhərlər. Polluted cities yəni çirklənmiş şəhərlər. Piece of chalk. Chalk təbaşirdir. Təbaşir hissəsi yəni piece of chalk. Deməli, 100 ilə burada verirəmsə, 100-dan sonra mən yalnız cəm simlər istifadə etməliyəm. Okay? 100-dan sonra yalnız cəm simlər olmalıdır. Yəni manats, sonda s var, cəmdədir. Polluted cities, sonda es var, cəmdədir. Ona görə 1-3-ü götürürəm. 2-də s yoxdur, atıram. 4-də də piece of chalk. Yəni burada da s yoxdur, atıram. Ona görə 1-3 götürürəm, C variantı. 71. Nigar got a message from the UK last Sunday. Bu elə 9-cu sinif test izahında da bu test var idi. Və o test izah eləyərkən xatırlayırsınızsa mən sizə demişdim ki, last, next, this, that. Bu sözlərin önündə heç bir preposition istifadə olunmur. Baxın, yenə mən burada bu sözləri qoyun, qeyd edeyim. Demək, last, next, this və that. Bu sözlərin önündə, yəni qarşısında preposition istifadə olunmur. Bunu gördüm, mən götürəcəm C variantını. C variantını.
Всё. Bu qədər qrammatika hissəsi bundan ibarətdir. Burada isə reading hissəsi gəlir ki, 9-cu sinifində reading qalıb. Onun da videosunu çəkib sizə təqdim eləyəcəm. Ehtiyac olduğu təqdirdə. Bir də 10-cu sinif bu readingi də saxlayıram burada ki, hər iki readingi fərqli bir videoda sizə təqdim eləyəcəm. Niyə görə? Çünki reading bilirik ki, təmiz başqa sahədir və orada biz müxtəlif triklərdən istifadə edirik. Məsəl üçün baxaq ki, life is full of entertainment and relationships because it is full of people. True friends can cheer us when we are sorrowful or depressed. They can motivate us when we are ready to give in and they can provide for us when life falls apart. Yəni dostlar, burada olan məsəl üçün it var və sair kimi triklər var. Kimi onları gələn dərsdə sizə izah edəcəm ətraflı. Bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun.